Ukrayna qüvvələri Fransız silah sənayesinin təmin etdiyi yüksək dəqiqli zərbələr dallasını işə salaraq Rusiya mövqelərini, komanda məntəqələrini və qoşun cəmləşmələrini dəqiq şəkildə məhv edir. Bunların uğruna cavab olaraq Fransa bu il bu idarə olunan bombaların bütün istehsalını birbaşa Ukraynaya göndərir. Bununla da Ukraynanın aylıq təchizatını 2 qat artırır və Rusiya qüvvələrinə təzyiqi gücləndirir. Euromaydan Press media orqanı bildirir. Fransa ordusunun generalı Nikolay Leşu bu yaxınlarda bəyan edib ki, Rusiyanı danışıqlar masasına gətirmək üçün təkcə sanksiyalar kifayət deyil. Onun fikrincə atəşkəsə və ya hər hansı bir danışıqlar yolu ilə sülhə nail olmaq üçün yeganə real yol Qərbin Ukraynaya geniş miqyaslı hərbi yardım göstərməsini tələb edir. Digər rəsmilər də razılaşaraq vurğulayıblar ki, sülhə nail olmaq və Rusiyanı daha da caydırmaq üçün yeganə yol Ukraynanı lazımi vasitələrlə son dərəcə silahlandırmaqdır. Euromaydan Pressin məlumatına görə Fransa müharibənin əvvəlindən bəri 8 milyard avrodan çox hərbi yardım, o cümlədən döyüş meydanında yüksək effektivliyini sübut etmiş AAS-dim idarə olunan bombalar kimi qabaqcıl sistemlər təqdim edib. Ukraynalılar Hammer idarə olunan bombalarından Rusiya komanda məntəqələrini, qüvvə cəmləşmələrini və Rusiya dron operatorları üçün nəzarət məntəqələrini vurmaq və məhv etmək üçün böyük təsirlə istifadə ediblər. Baxnutda Ukraynalılar 3-cü Ordu Korpusunun yüksək binadakı Rusiyanın komanda məntəqəsini o qədər dəqiq vurdular ki, yüksək səviyyəli komandirləri zərərsizləşdirdilər və Çasivyar bölgəsində onsuz da yavaş olan hücumları nəngitdilər. Kurskda Ukraynalılar əvvəlcə Rusiya dron operatorlarının yerləşdiyi Tyotkino kəndindəki binaları bombalamağa başladılar. Daha sonra əməliyyatlarını sərhəd zonasında ağac xətlərində gizlənmiş Rusiya istehkamlarına və möhkəm məntəqələrinə qarşı zərbələr endirməklə genişləndirdilər, birbaşa zərbələr endirdilər və istehkamları məhv etdilər. Euromaydan Pressin məlumatına görə Ukraynanın ən əhəmiyyətli zərbələri Quyevoda böyük Rusiya qüvvələrinin cəmləşmələrini hədəf alıb və məhv edib. Bu zərbələrdə dronlardan istifadə edərək onları aşkar edib. Daha sonra məlumatı qırıcı təyyarələrə ötürüb və Sumuda hücuma hazırlaşan Rusiya qüvvələrini məhv ediblər. Təşkilat qrupları ilə koordinasiyalı şəkildə Ukrayna hərbi hava qüvvələri də arxa cəbhədəki Rusiya dron operatorlarının gizli mövqelərinə zərbələr endirərək Rusiya dron təhdidinin böyük bir hissəsini effektiv şəkildə aradan qaldırdılar. Kurskda Rusiya qüvvələrinin cəmləşmələrinə, komanda məntəqələrinə və dron operatorlarına qarşı Ukraynanın dəqiq bomba zərbələri bu ərazidə Rusiyanın yay hücumunu pozmaq, hücuma başlamazdan əvvəl arxa cəbhədəki qüvvələrini zərərsizləşdirmək və onların dron dəstəyini sarsıtmaq məqsədi daşıyır. Euromaydan Pressin bildirdiyinə görə Ukrayna hərbi hava qüvvələri Zaporojyedə də çox aktiv olub. Rusiya birləşmələrinə qarşı dağıdıcı zərbələr seriyası endirib. Nəhayət, onlar bir sıra Rusiya komanda məntəqələrinə zərbə endirərək Rusiyanın Zaporojyedəki hücumu canlandırmaq cəhdlərinin başını kəsdilər. AAS-dim Hammer bombalarının effektivliyi Ukrayna hərbi hava qüvvələri personalı arasında onların dəqiqliyi və effektivliyinə görə tərifləndi və onların Fransadan daha çox çatdırılmasını tələb etdilər. Əla nəticələr nəzərə alınaraq Fransız rəsmiləri bu il 1200-dən çox AAS-dim Hammer idarə olunan bomba istehsal edəcəklərini və hamısını Ukraynaya göndərəcəklərini bildirdilər. Ukrayna yaxın zamanda yeni ballistik raketlərlə Rusiyaya zərbələr endirəcək. Hazırda Ukrayna silah inkişafında bir sıçrayış edib. Ukraynanın daxili inkişafı olan qısa mənzilli Sapsan ballistik raketi döyüş sınaqlarını uğurla başa çatdırıb və seriyalı istehsal mərhələsindədir. Ukrayna mediası xəbər verib. Ordunun konversiya və silahsızlanma tədqiqatları mərkəzinin rəhbəri müstəqil Ukrayna analitik mərkəzinin rəhbəri Valentin Badrakliganetə bildirib ki, 480 kiloqram faydalı yükə malik raket may ayında Rusiyanın hərbi hədəflə təxminən 300 kilometr məsafədən uğurla zərbə indirdikdən sonra sınaqları başa çatdırıb. Ukrayna Müdafiə Nazirliyinin raketi
hazırlamaq və sınaqdan keçirmək üçün xüsusi bir şöbə ayırdığı bildirilir. Ən sürətli yırtıcı quş olan səyyah qartalın adını daşıyan Sapsan öz adının əsas xüsusiyyətlərini əks etdirir. Sürət, dəqiqlik və zərbə gücü son sınaqlar zamanı raket 5,2 Mach təxminən 6370 km/saat sürətinə çatıb ki, bu da Amerikanın Atakams raketlərindən əhəmiyyətli dərəcədə sürətli və Rusiyanın İskəndər M raketi ilə demək olar ki, eynidir. Badrak təsdiqləyir ki, Ukraynanın ilk balistik raketinin ilk uğurlu sınağı 2024-cü ilin iyulunda baş verib. Balistik raketləri paraboli trayektoriya səbəbindən tutmaq son dərəcə çətindir. Bu döyüş sahəsi təcrübəsi ilə təsdiqlənmiş taktiki üstünlükdür. Ekspert əlavə edir ki, hətta köhnə Amerika Atakams raketləri də bunu döyüşdə sübut edib, çünki düşmən onları tuta bilməyib. 2025-ci ilin may ayında bildirildiyi kimi Sapsan ilk döyüş istifadəsini görüb və bu dərhal uğur qazanıb. Raket təxminən 300 km məsafədəki Rusiyanın hərbi hədəfinə yüksək dəqiqliklə zərbə indirib. Müdafiə Nazirliyi indi tam miqyaslı istehsala yaşıl işıq yandırıb və Badrakin sözlərinə görə bu addım üçün heç bir maniyə qalmayıb. Sürətindən əlavə Sapsan 480 kq güclü döyüş başlığına malikdir ki, bu da standart Abş Atakamsın 227 kq partlayıcı yükündən 2 dəfədən çoxdur. Badrak yekunlaşdırır ki, aydındır ki, Ukrayna raket gücü yığmağa doğru gedir və bu təkcə bugünkü müdafiə üçün deyil, həm də millətin uzun müddətli gələcəyini təmin etmək üçün vacibdir. Daha əvvəl Dövlət Sərhəd Mühafizəsi Dəniz Qvardiyası gəmisinin komandiri Nikolay Sherbakov bildirmişdi ki, Ukraynadakı müharibə müasir hərbi strategiyaya inqilabi dəyişikliklər gətirir. Daxili istehsal edilmiş uzaqmənzilli silahlar Ukraynanın müdafiə strategiyası üçün əsas əhəmiyyətə malikdir. Çünki qərb tərəfdaşları Rusiyanın artan hücumları fonunda adekvat silah tədarükündə yavaş hərəkət edirlər.